Qaraxanlı YouTube TV YouTube kanalı təqdim edir. Mədəniyyət xəbərləri rubrikası efirdədir. Layihə rəhbəri və müəllif, jurnalist, şair Yunis Qaraxanlı. Xəbər verdiyimiz kimi dekabrın 13-ü və 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zığ Qəsəbə Mədəniyyət Evinin Qonşular Təbliğ və Təşviq Estrada Teatrı O Gülməsin Bu Gülsün adlı tamaşa konsert təqdim edib. Tamaşa dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr. Sahra! Bu arşın balalandır. O olmasın, bu olsun. Bu necə məşədidir? Məşədini dəyiş! Yok. Axı bu necə ola bilər? Mən bu qədər cəmaata söz vermişəm. Toy olacaq. Mexanik olmaq qismində sevilən aparıcı Salih Bağırov, Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Ağakişiyeva, Mədəniyyət Evinin kollektivi və qəsəbə sakinləri izləyiblər. Tamaşada O Səs Türkiyə yarışmasında ölkəmizi təmsil edən istedadlı gənc ifaçı İsmail İmamverdiyev də musiqi nömrəsi ilə çıxış edib.
mübahisə edirik. Bugünkü mövzumuz kasıblar olacaq və onların işlətdiyi ifadələri müzakirə edəcəyik. El dili ilə desək, kasıbın sözü. O necə olur be? Mən atalar sözünü eşitmişəm. Kasımın da sözü olur. Niyə olmur? Mən danışdıqlarım sözdür. Mən burada araşdırmışam. Çox qəribə insansız, analiz mənim. Biraz elədir bir analizməli. Nə var orada? Aha, deməli ilk cümlə altından tut cırılmaz. Nəyin? Hə, bu cümlə. Bəli, bu ifadə altından tut cırılmasın, resurs çatışmazlığının klassik simvoludur. İstər paket olsun, istər şalvar, kasıbın həyatı daim möhkəmləndirmə rejimindədir. Bu cümlə əslində kasıbın həyat fəlsəfəsini çox gözəl açır. Necə? Belə, məndə güc yoxdur, amma ümidim çox. Onda icazənizlə birini də mən deyirəm. Buyurun, buyurun. Kartdan öz-özünə pul çıxır. Burada iki ehtimal var. Birinci və əsas olan ehtimal dələduzluq hallardır. Ki, günümüzdə dələduzlar çoxdur və buna qarşı ehtiyatlı olmaq lazım. İkinci ehtimal, artıq biz kartla alış-veriş etdiyimiz zaman sanki pul xərclənmiyor. Çünki pul anlayışı bizim üçün artıq rəqəmə çekilir. Bəli, qatılıram. Demək olar ki, biz artıq rəqəm xərcləyirik və üçüncü ehtimal da var. Bəli, üçüncü ehtimal da ola bilər ki, plastik kartın şuuru var və plastik kart kasıbı görüb bezib, özü öz ehtiyacını qarşılamağa başlayır. Ki, mənim də kartımdan öz-özünə pul çıxır. Hansı kartdan? O Bakı kartdan? Yox, metro kartından. Növbəti cümləmiz məşhur cümlədir. O boyda adam düşdü bizdən görüşdü. Bəli, bu cümlə kasıbın möhtəşəm brend menecment strategiyası. Burada kasıbın gizli fəlsəfəsi var. Qəfil görüş bərabərdir prestij. Yəni elə bir ki, biznes klass təyyarəsinə ən ucuz bilet qazanırsan. Onda mən birini deyərəm. Buyurun, buyurun bir hazır. Amma bu cümləni eşidəndə bütün bacarıqlarım və fantaziyam bu kainatın səthinə qədər qopardığı ən son müqavimət nöqtəsində bütün varlığımla dirənir. Heç cür düz qoş eləyə bilmərsən. Bu cümlə tanışdır. Bu cümlə kasıbın maliyyə və logistika böhranlarının konspektidir. Və bu cümləyə cavab kimi biri var, söz verib görək nə olur ifadəsi. Bəli, növbəti cümləmiz indi üstünə bərk düşürlər. Bəli, bu cümlə həm qorxu, həm də məsuliyyət daşıyır. Amma bu cümləni işlətməyinə bax, nə əvvəl, nə də indi. Belə işlər kasıblıq deyil. Bundan başqa görünməz bloka boy, havaya nəsə buraxırlar, o vaxt... Analiz müəllim. Bəli, analiz müəllim. Analiz müəllim. Bəli, analiz müəllim. Ay, bax, şu bunu adlarını qoyublar bizə. Onu senarist müəllimdən soruşmaq lazımdır. Sağ olun. Salam verəcək yerdə səhər gözələyində açılıb. Mən efir vasitəsilə məni sevənləri, məni izləyənləri salamlayıram. Onlara uzaq dolusu salamlar göndərirəm. Ən əsas da mənim müəllimlərim, sənətkarlarım, məzunlar. Mən onlara salamlarımı göndərirəm də bir imkan ilə. Salam da salam. Filha, indi sən mənə de görüm, sən özünü sənətkar hesab eləyirsən ya yox? Yox, indi elə deyil, nə zor, sən edir. Mən bu günləri desəm ki, mən sənətkaram, onda o xəbər saytları var ha. Onlar yazacaqlar ki, Pünhan qudurub. Nə? Yox, deməli yazmasalar, sən sənətkar hesab eləyəcəksən özünü, müəllimlər də baxır. Yox, elə deyil, sən o başqa deyil. Yaxşı, sənətkar deyilsən. Mahnısını verək Filhanə. Müəllif hüququ gəldi, evi yox, və bu Filhan əyləşək, və növbəti qonağımız gəlir. Növbəti qonağımız ilk şovmen, aparıcı, aktyor, hamımızın sevimlisi, Azərbaycan Respublikasının əməkdar artisti Qorxmaz Əlli gəlir. Köyden gelen insan sözünde
dəyişdiniz? Çünki sənin kimi bir çox aparıcılar indi qızımla mənə baxışırsın, qorxmaz 50, qorxmaz 50, yox, bir qorxmaz 60. Yəni bu qorxmaz 50. Mən sorardım. Bu artıq oldu qorxmaz 50 Canzadə. Qorxmaz 50 Canzadə. Ay atıq verir. Buyurun əyləşin Qorxmaz müəllim, xoş gəlmisiniz. Xoş gəlmisiniz bizim verilişə. Qorxmaz müəllim, sizdən bir söz soruşum. Xəngəldir yoxsa xingəl? Allah aşkına, mən artıq etdirəm çıxa bilmirəm. Bax, mən kitablarla gəlmişəm. Aha. Bu söz xingaldır. Aha. Öz istəyəmizdə xingal. Bildiyiniz kimi, xing sözü kündələmiş xəbər parçası. Bəli, Biz onu bəli. əllə tutduğumuza görə olur xingal. Yəni bu söz kitabla, sübutla belədir. Yox axı bəs biz xəngəl deyirik. Yoxsa mən sənə kitabla xingal. Ayşe, biz seninle restorana gitmiştik geçen defa, xəngəl yeməyə. Orada hamı xəngəldir. Gülhan, sen özün xəngəl xoşlayırsan. Qardaş, xəngəl deyirsən sən. Ne desem getirin. Ana, sən çox şey görürsən. Məştəxanlar dediyə badyə deyir. Çıxar etilə badyə deyir. Olmaz axı. Yaxşı, Qorxmaz müəllim, mən indi hal-hazırda əziz tamaşaçılar, studiyamıza xəngəl sifariş edəcəm və xingəl deyəcəm. Əgər sözümü başa düşməyib gətirməsələr, deməli Ay xəngəl. qardaşım, nə sifariş? Mən sənə deyirəm kitabla danış, elmlə danış, elmlə. Bu arada saç düzümünə görə Elmlər Akademiyasında yerləşən Barbar Shop'a təşəkkür edirəm. Onların maşinkasından yoxdur. Bəli. Və növbəti qonağımız gəlir. Növbəti qonağımız məşhur gitara ifaçısı. Palatka toylarının əvəz olunmazı. Bu arada növbəti sponsorumuz əvəz olunmazı. Bu bazlar bütün oynaq ağrıları üçün effektivdir. Əvəz olun, möhkəm olun. Bəli, növbəti qonağımız məşhur gitara ifaçısı. Simsəs A7 minor gəlir. Hoş gelmişsiniz Simsəs Çok Bey. teşekkürler. O özür dilerirsiniz. Simsəs Bey, hoş gəlmisiniz bizim evimə. Bizim belə bir rubrikamız var. Qonağın, gələn qonağın əynindəki geyimləri, əşyaları bəli hesablayırıq. Buyurun sizə önə alaq. Bəli. Deməli, sadə alacam. 1500. Bahalı saat olsun. Bəli, bəli, maşallah. Corablar 800. Aha. Corablar Pencəyim 1200. 1200. Bəli, bəli. Qalstıqım isə 1700. 1700. Bəli, Aha. qalstıqım 1700. Və biz hesabladıq. Simsəs müəllimin hal-hazırda üzərindəkilər 5200 manat təşkil edir əziz tamaşaçılar. Bəli, bəli, düz eşitdiniz. Yox, yox. 5200 manat. Yox. Yəni bu qiymət, bu rəqəm dəhşətdir. Sağ ol, Əsəl. Həmişə bahalı geyinir Simsəs müəllim 5200 manat. Bəli. Yox, deyir, Əsəl aldım. Tamam eləyirik. Qorxmaz mənim. Bəli. Siz Nəsibə Zeynalovanı parodiya edirsiniz. Hətta filmlərin birində onu siz səsləndirmişsiniz. Amma heç bilinmir. Qızım düzdür, bu Güllələmə Təxir Salı filmində olur. O vaxtda ki, bəs Qorxmaz mənim, siz səsləndirə bilərsiniz, dedim, nə səsləndirməm, mənim də işim budur da. Elə mənim çağımda ki, bəs siz şey edin, gəldim studiyaya və orada bir qızlı məzəli söhbət oldu danışıqsı üçün. Deməli, rəhmətli Yaşar müəllim, Siyavuş müəllim gəlmişlər, belə yaxınlaşdı məndə. Hamısı mənə görürlər, birazdan dedilər ki, mən bu rizəysən. Belə bir malı söhbət. Bəli, verilişimizin vaxtı azdır. Qarımsan danışmada imkan verir, də bekliyorum. Buyurun, buyurun. Ekşikli tutarsak naşmi taktım Nesme Hanım'ın kırdarlar var. Biz Nene bu ne? Hani bu ne oldu benim işte. Ağız bir ne oldu benim sana. Böyle Nesme Hanım'ı böyle ağaya bulursak. Gülhan, biz canlı ifaş edək səndən. Simsəs müəllimlə müşahidə eləsin.
eləsin. Yox, zaten bizə nə gəldi? Aha. Səhər-səhər, yaxşı deyil, buradan indi durmuşum, mən səsim işləməz eləmək. İndi Qorxmaz müəllim də bizim sənətkarımız, sənətkar adamdır, bəli. Onun yanında nə, düşməli də oxumaq olmaz. Nə Olmaz. Bəli. Bir dəqiqə, bir dəqiqə. Qorxmaz müəllimin yanında olmaz, hə? Yəni də olmaz. Bəli, əziz tamaşaçılar, düz eşitdiniz. Qorxmaz müəllim Pünhana mən olan yerdə oxuma qadağası qoyub. Bəli, bəli, bəli. Korkmaz benim. Gelin Pünhan'la sizin aranızda bir oyun geçirek. Nə oynamışmış? Deməli oyunumuz musiqi oyunudur. Biz sizə sözlər deyəcəyik və sonra siz o sözlərə uyğun mahnılar tapmalısınız. Belə beşdə bir vaxt çox oldu. Birinci sözümüz yağış sözüdür. Bir akşam taksiden düşüp yağışa. Bir halkın Bir hanımefendi. dəqiqə. Orada bir akşam taksiden düşüp payıza orada payızı yarıştım ya. Qorxmaz müəllim, dəqiqən, ayda da yanlış yandı. Yok ben yandan şey arkadaşım. Narahat olmayın, Korkmaz Ayrıca müəllim. ben rahat böyle sen de düşündün. Ben şey Deməli ikinci sözümüz gündüz sözüdür. Gündüz çağırır, sahil bağır. İki halkın Ay hanımefendi. oğlum bana gelsin gündüz çalı. Akşam çalı gezerlerdi. Akşam çalı. Dəqiqən edik səhər axşam. Az qaldı. Estağfurullah. Üçüncü sözümüz gəlir və üçüncü sözümüz qara sözüdür. Qara gözlü, səndən ayrı. Ala görsün diyor. Ala görsün diyor. Mən elə yapmam. Qorxmaz bəy efiri tərk elədi. Amma narahat olmayın, biz verilişdən sonra onun könlünü alacağıq. Və davam edirik. Bəli, davam edirik. Pünhan, Pünhan, Yəni. bu canlı ifa işlək səndən. Simsəs müəllim müşahidə eləsin, Qorxmaz müəllim deyil. Hə? Elə deyil, qəzəm, olmur, nə belə Yox, olmur. bir dəqiqə, qardaş, bayaq deyirəm oxu, deyirsən olmaz. İndi deyirəm oxu, deyirsən olmur. Mümənni deyirsən sən, qardaş. Camaat sənin ifalarını sevir. Yox, bu qəniyə, bir söhbət oldu. Niyə oxumursan? Ya başım çıxmır danışırsan, gəlin, nə istəyirsən? Mənim başım çıxır. Gəl, nədən başım çıxır? Yaxşı, gəl onda səndən belə bir sual soruşum. Əsəbləşdirmə. İnterval nədir? Gəlin, Bəli. nə istəyirsən? Musiqidə interval nədir? Ya sen mala qal, mən başqa şey soracağım, sen başqa şey. Mən başqa şey danışacağım. Deyirəm, Aha. gəl, səsim işləməz, yaxşı Aha. olmaz. Simsəs müəllim, sənətkar adamdır, Bəli. olmadı, elə oldu belə. Bəli. Simi qırıq oldu, gitarasını asaz oldu. Bir dəqiqə, Pünhan, bir dəqiqə, mən artıq səndən razı deyiləm. Necə? Simsəs müəllimin nə gitarası, nə də özü nasaz ola bilməz. Ona söyleyeyim yox. Bu insan, bu adam öz peşəsində sənətkardır. Hətta Simsəs bəy, mən deyərdim, ən peşəkarı sizsiz, sizdən başqası yalandır. Razı olarsınız yəqin məndən. Sağ ol, var ol. Razısınız, aha. Simsəs ayetli minor deyir ki, gitaranı məndən peşəkar ifa edən yox. Yok, yok. Ben söz demedim. Ben söz demedim. Dediniz. Ben söz dememişim. Sen benim sözümü kurursan. Benim sözümü kurursan sen. Yalan demişsin sen. Beni ediyorsun. Beni ediyorsun dava yaratırsınız. Kalma kal yaratırsınız. Adamı kaptırdın birbirine. Merhaba. Eşitsen beni. Eşitsen. Oraya tanı fırlatırım. Allah'tan yer adam elə. Dincəldir. Selamünaleyküm hanım. İngilizce sipariş vermiştik. Bununla da daltoniksi hər
Bəli, bu dahi Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Bildiyiniz kimi bu il ölkəmizdə Üzeyir Hacıbəyovun 140 illik yılıdır və bizim teatrda bundan yan kəsə bilməzdir. Ümumiyyətlə, qonşular estrada tənqid və təbliğ teatrı olaraq biz hər zaman nümunəvi Azərbaycan musiqisinin təbliği və bayağı musiqinin tənqidi ilə məşğuluq. Bundan sonra da məşğul olacağıq. Çünki Üzeyir Hacıbəyovdan bizə əsl Azərbaycan musiqisi miras qalır. Biz onu qorumalıyıq. Təqdim olunan tamaşa anşlaqla keçirilir.